Salam, hər vaxtınız xeyir olsun. Bugün bölmə 4, sınaq 3-ün izahına baxırıq. 1. Verilən fikirlərdən hansı doğrudur? Refleks qövsünün bir hissəsində sinirlər olur. Bu fikir doğrudur, çünki 3-cü hissəsindən bilirik ki, mərkəzi sinir sistemindən kənara doğru sinir lifləri uzanmış olur. Düzdür, cavablarda bir doğru götürülməsə də mənim fikrimə görə doğrudur. 2. Sinaps refleks qövsünün 3-cü hissəsində əmələ gəlir. Bəli, doğrudur. Sinaps belə ki, refleks qövsü bildiyiniz kimi 5 hissədən ibarətdir. Reseptor, hissi yol, mərkəzi sinir sistemi, hərəki yol və işçi orqandan ibarətdir. Və hərəkinin, daha doğrusu hissinin aksonu ilə aranın dendriti arasında 3-cü hissədə sinaps yaranır və aranın aksonu ilə hissinin dendriti arasında sinaps yaranmış olur. Əgər söhbət sadə diz refleksindən gedərsə, bu zaman ara neyron bu prosesdə iştirak etməz və hissinin aksonu ilə hərəkinin dendriti arasında birbaşa əlaqə yaranmış olar. Yəni doğrudan da sinaps refleks qövsünün 3-cü hissəsində əmələ gəlir. 2 növ neyronun uzun çıxıntısı sinirin əmələ gəlməsinə iştirak edir. Doğrudur. Burada ümumiyyətlə sinirlərin əmələ gəlməsində bir hissi neyron iştirak edir. Bir də hərəki neyronun uzun çıxıntıları iştirak etmiş olur. Hərəki neyronun dendriti ilə hissi neyronun aksonu arasında sinaps əmələ gələ bilər. İkinci sualda izah edərkən demişdik ki, sadə diz refleksində hissinin aksonu ilə hərəkinin dendriti arasında sinaps əmələ gəlmiş olur. İnsanın mərkəzi sinir sistemindən bir növ sinir çıxır. Mərkəzi sinir sistemində 3 növdə sinir çıxır. Hansı ki, qarışıq sinir, hissi sinir, hərəki sinir. Buna görə bu fikir yanlışdır. Cavabımız Y variantı olacaq. İnsanın gövdə skeleti. Baxaq gövdə skeletimizə nəzər yetirsək. Gövdə skeletimizə nəzər yetirək. Bəli, gövdə skeletimizdə baxırıq ki, gövdə skeleti deyəndə nə nəzərdə tuturuq uşaqlar? Başdan ayağa qədər onurğa sütunu, yəni bu hissədən aşağıya doğru başdan ayağa qədər onurğa sütunu, qabırğalar və döş sümüyünü nəzərdə tutmuş oluruq. İnsanın gövdə skeleti cüt və tək sümüklərdən təşkil olunubdur. Bəli, cüt sümük deyəndə gövdə skeletində qabırğalar nəzərdə tutmuş olur, tək sümük dedikdə isə döş sümüyü ilə onurğanın fəqərələrini nəzərdə tutmuş olur. Birinci sualımız düzdür. 2. Qurşaq skeleti ilə birləşmə əmələ gətirir. Gövdə skeletinin şəkildə də gördüyünüz kimi döş sümüyü körpücük sümükləri ilə əlaqə yaratmış olur. Ona görə doğrudur. Yastı, qarışıq, qısa sümüklərdən təşkil olunubdur. Düzdür. Gövdə skeletin tərkibindəki onurğanın fəqərələri qarışıqdır. Qabırğalar və döş sümüyü yastıdır. Amma qısa sümüklər burada olmadığına görə bu fikir səhvdir. 3 ədəd yastı sümüklə birləşmə əmələ gətirir. Baxırıq ki, gövdə skeleti aşağı hissələrdən 2 dənə çanaqla birləşmə əmələ gətirir. Yuxarı hissədən 2 dənə qarışıq olan körpücük sümüklə birləşmə əmələ gətirir. Və bir də boyunla ənsə nahiyəsi arasında əlaqə saxlamış olur. Ona görə də bir ənsə, 2 dənə çanaq olmaqla 4-cü fikrimiz də doğrudur. 3 ədəd yastı sümüklə birləşmə əmələ gətirir. Və 5-də deyir, yalnız cüt sümüklərlə birləşmə əmələ gətirir. Axı ənsə cüt sümük deyil, ona görə bu fikir yanlışdır. Doğru cavabımız olacaq 1, 2, 4 və cavabımız B variantıdır. Doğru cavabı tapın. Simpatik sinirlər qan damarlarını genəldir. Simpatik sinirlər bilirik ki, qan damarlarını daraldır. Ürək siklinin müddətini artırır. Əgər simpatik sinir ürək döyüntüsünü artırırsa, o zaman ürək siklinin müddəti aşağıya düşmüş olacaq, artmış olmayacaq. Bağırsağın dalğavari hərəkətini zəiflədəcək. Simpatik sinir sistemi parasimpatik sinir sisteminin əksini olaraq doğrudan da bağırsağın dalğavari hərəkətini zəiflədəcək. Amma parasimpatik artıracaq. Buna görə bu fikir doğrudur. Ürək yığılmalarını gücləndirəcək. Bu fikir doğru olduğuna görə 3də cavabımız A variantı olacaq. Verilən vəzlərdən hansı insan orqanizmində tək sayda vəzlərə aiddir? Təbii ki, baxaq ki, hansılar? Yumurtalıqlar cütdür, böyrək üstü cütdür. Sonra qalxana bənzər vəzi təkdir.
Qalxana bənzər ətraf vəzi 4 dənə olduğuna görə cüt saydadır. Və cavabımız olacaq qalxana bənzər vəzi, prostat vəzi, mədə-altı vəzi 1, 2, 5 və cavabımız Y variantı olacaq. Şəkildə verilən refleks qövsü haqqında hansı fikir yanlışdır? Baxın, şəkildə bizə sadə diz refleksi göstərilmişdir. 1. Mürəkkəb refleks qövsüdür fikri yanlışdır. Bizdən də yanlışları istəyir. 3-cü hissəsində 2 növ neyron arasında sinaps yaranır. 3-cü hissədə mərkəzi sinir sistemindən söhbət gedir və 3-cü hissədə belə deyək ki, hissinin aksonu ilə hərəkinin dendriti arasında əlaqə yarandığına görə ikinci cavab doğru olaraq götürürük. 5 hissədən ibarətdir. Əlbəttə ki, sadə düz refleksi də, mürəkkəb reflekslər də hər biri 5 hissədən ibarətdir. Hansı ki, reseptor, hissi yol, mərkəzi sinir sistemi, hərəki yol və işçi orqandan ibarət olmaqla bu fikir doğrudur. 3-cü hissədə 3 növ neyronun aksonu iştirak edir. Xeyr. Əgər bu mürəkkəb refleks qövsü olsaydı düz götürərdik. Amma söhbət diz refleks, sadə refleksdən getdiyinə görə bu fikir yanlışdır. 3-cü hissədə 2 növ neyronun aksonu iştirak edəcək. Bu da hissi və hərəki olacaq. Ona görə bu fikir yanlışdır. 1 və 4 cavabımız A variantı olacaq. Kəllənin neçə qarışıq sümüyü oynağın əmələ gəlməsində iştirak edir? Biz bilirik ki, kəlləyə aid sümüklər hansı ki, oynaq əmələ gəlməsində iştirak edir. 2 dənə gicgah, 1 dənə alt çənə və 1 alt çənə, 2 gicgah və 1 ənsə iştirak etmiş olur. Buradan 2 gicgah və 1 ənsə yastı sümüklərə aiddir. Alt çənə isə qarışıq sümüklərə aid olduğundan elə cavabımız 1 olacaq. X və Y əzələlərinin müvafiq olaraq adları hansı bənddə doğru göstərilibdir? Biz bilirik ki, X-da bükücü 2 başlı əzələ göstərilmişdir. Y-də isə 3 başlı açıcı əzələ yerləşmişdir. Ona görə də X-ə götürərik bükücü 2 başlı əzələ, Y-ə isə açıcı 3 başlı əzələ götürərik. Şəkildə rəqəmlərlə verilən vəzlər haqqında hansı fikirlər doğrudur? Deməli, şəkildə rəqəmlərlə verilən vəzlər birinci olacaq qalxana bənzər, ikinci qalxana bənzər ətraf, üçüncü timus, dördüncü böyrək üstü, beşinci isə mədə-altı vəzdir. Və diqqətlə yetirək ki, bizə nə deyir? Doğrudur fikirlərini soruşur. 5-ci vəzi, yəni mədə-altı vəzi karbohidrat mübadiləsində iştirak edir. Bəli, doğrudur. Hər iki halda da daxili sekresiya vəzi kimi də fəaliyyət göstərəndə insulin, qlikagonu iştirak edir karbohidrat mübadiləsində. Həmçinin xarici sekresiya vəzisi kimi də ferment kimi də iştirak edəndə karbohidrat mübadiləsini tənzimləyir. 4-cü vəzi, yəni böyrək üstü vəzi orqanizm infeksiyalara qarşı cavab reaksiyasını yüksəldir. Bəli, ikinci cavabımız da doğru olacaq. Belə ki, baxırım, böyrək üstü vəzindən söhbət gedir. Orqanizm infeksiyalara qarşı cavab reaksiyasını yüksəltməyə kömək edir. Üçüncü, birinci vəzin hormonları maddələr mübadiləsinin sürətlənməsinə təsir edir. Doğrudur, qalxana bənzər vəzi maddələrin mübadiləsini sürətləndirir, təzyiqə təsir göstərir, zülallı yağ karbohidrat mübadiləsinə təsir etmiş olur. Dördüncü, üçüncü vəzi, yəni ki, timus vəzisi infeksion xəstəliklərə qarşı müqaviməti gücləndirir. Bu fikir də doğrudur. Timus hətta T limfositlərinin yaranmasında iştirak etmiş olur. İkinci vəzinin hormonlarından biri trionindir. Bu yanlış fikirdir. Bu birinci, yəni qalxana bənzər vəzin hormonlarından biridir. Trioksin, trionin və trikalsitonin. Qalxana bənzər ətraf vəzinin hormonu parat hormondur. Ona görə cavabımız A variantı olacaq. Növbəti 9-cu sualda göz almasını hərəkət etdirən əzələlərin sinir mərkəzləri harda yerləşir? Beyin körpüsündə. Verilən xəstəliklərdən hansı vəzilərin hiperfunksiyası zamanı meydana çıxır? Təbii ki, menenqit vəzilərlə bağlı xəstəlik deyildir. Beyin qişalarının dağılmasına səbəb olurdu. Yəni
hormonlarla əlaqəli deyil. Sonra poliomiyelit virus xəstəliyidir. Meningit virus da ola bilər, bir hüceyrəli qamçılı heyvanlar ola bilər, bakterial xəstəlik də ola bilər. Yəni hər üç canlı da onu törədə bilər. Keçirik digərlərinə. Burada akromegaliya yetkin yaşlarda daha çox sintez olunarsa, burun dodağının şişməsinə səbəb olurdu. Bazedovun özü hiperfunksiyadan yaranırdı. Amma 4 ilə 6 hipofunksiyasından yaranmış olurdu. Cavabımız C variantı olacaq. İnsanın həm hormon, həm də həzm fermentləri hazırlayan vəzisi hansı bədən boşluğunda yerləşir? Təbii ki, qarın boşluğunda mədə altı vəzidən söhbət getmiş olur. İnsanın bilavasitə yalnız gövdə skeletinin qarışıq sümüklərinə birləşmişdir. Yəni söhbət gövdə skeletinin onurğa şöbəsindən gedir. Aşağı ətrafın sərbəst hissəsi birləşmir, çünki o çanağa birləşəcək. Söhbət sərbəst hissədən gedir. Qabırğalar tək yalnız onurğaya birləşmir, qabırğaya da birləşir. Yuxarı ətrafın sərbəst hissəsi, yəni sərbəst hissədən söhbət gedirsə, kürəyə birləşir. Aşağı ətrafın skeleti dedisə, ümumi qurşaq daxil hamısı nəzərdə tutulduğuna görə bunu düzgün götürərəm. Kəllə skeleti isə bəli, yalnız belə deyək, onurğa ilə, gövdə skeletinə aid olan onurğa ilə birləşir. Qabırğalar bayaq dediyimiz kimi həm onurğa ilə, həm də döş sümüyü ilə birləşdirilən buna aid deyil. Keçirik 13-cü suala. 13-də bizə verilmiş mürəkkəb refleks qövsündə sinirlər hansı rəqəmlərlə göstərilmişdir? Dediyimiz kimi 3-cü hissədən kənara doğru uzanmış sinir lifləri olur ki, o da hissi neyronlar və hərəkə neyronla bağlı olan hissə idi. Yəni Y və M, B variantı. Hansı vəzi xarici sekresiya funksiyasına malik deyildir? Mədə, qaraciyər, mədə-altı vəzi, yumurtalıq, düzdür, yumurtalıq qarışıq sekresiya vəzi olsa belə xarici sekresiya funksiyasına malikdir. Timus isə daxili sekresiya vəzlərindəndir. Sonra insanın onurğa sütununun bilavasitə birləşir onurğa sütununa. Onurğa sütununa baxırıq ki, yastı sümüklər, məsəl üçün çanaq bilavasitə birləşir, götürə bilərik. Qarışıq sümük onurğa sütununa birləşən sümüklər adətən yastıdır. Məsələn, çanaqlar, qabırğalar, ənsə adətən yastıdır. Ona görə qarışığı götürməliyik. Cüt sümük birləşə bilər. Çünki çanaqlar cütdür, qabırğalar cütdür. Uzun borlu sümüklər birləşmir. Tək sümük birləşə bilər. Məsəl üçün, ənsəni nəzərdə tutub ki, burada cavabımız C variantı olacaq. Verilən ifadələrdən neçəsi doğrudur? İnsanın gövdə skeleti yastı sümüklə birləşmə əmələ gətirir. Məsələn, dediyimiz kimi çanaqla birləşir, ənsə ilə birləşir. Gövdə skeletin tərkibi nə edir? Onurğa sütunu, qabırğalar, döş sümüyü. Onurğa da çanağa birləşirmi? Vəssalam, ona görə götürürük. Bir doğru fikirdir. Onurğanın 2 şöbəsi skoliozun əmələ 2 yox, 3 şöbəsi. Hansı ki, hərəkətli hissələri? Boyundur, sonra döş hissəsidir, bel hissəsidir. Onun skoliozu yarana bilər. Onurğa sütunu yalnız yastı sümüklərlə birləşmə əmələ gətirir. Baxaq, onurğa sütunu yalnız yastı sümüklərlə birləşmə əmələ gətirir. Baxırıq ki, aşağıdan çanaqlarla və döş hissəsində qabırğalarla, sonra boyun hissədən ənsə ilə, doğrudan hamısı yastı sümüklərə aiddir. İnsanın yuxarı ətraf qurşağı cəmi bir sümüklə birləşir. Yuxarı ətraf qurşağı deyirsə, bu yanlış fikirdir. Çünki 3 sümüklə birləşəcəkdir. Həm bazularla, həm də ki, döş sümüyü ilə birləşmə əmələ gətirəcəkdir. İnsanın aşağı ətraf skeleti gövdə skeleti ilə birləşmə əmələ gətirir. Bəli, burada aşağı ətrafın sərbəst hissəsi, qurşaq hissəsi demədiyinə görə bu fikirlə biz razıyıq. Çünki insanın aşağı ətraf skeleti gövdə skeleti ilə birləşmə əmələ gətirir. Çünki çanaqlar gəlir onurğaya birləşdiyinə görə bunu doğru götürürük. Onurğadakı gövdənin bir hissəsidir. Ona görə cavabımız cəmisi 3 dənə olacaq. Bu da səhv idi. C variantı olar. 17. Nədir? 17-də insanın mərkəzi sinir sistemində neçə növ neyron ola bilər? İnsanın mərkəzi sinir sistemində bildiyimiz kimi həm
mürəkkəb refleks qövsündən söhbət gedirsə, həm hissi neyrona rast gəlinəcək, həm ara neyrona rast gəlinəcək, həm də hərəki neyrona rast gəlindiyinə görə cavabımız C olacaq. 3 dənə. 18-ci sualda verilən vəzlərdən hansı hormon qanda şəkərin miqdarını artırır? Biz bilirik ki, böyrək üstü vəzin adrenalin hormonu qanda şəkərin miqdarını artıran faktordur. Həmçinin ürək döyüntüsündə artırır, damarın divarını daraldır. Həmçinin mədalıtı vəzin qlükagon hormonu qaraciyərdə vəzələdəki glikogen çevrilir qlikozaya. Əsasən qaraciyərdəki glikogeni çevirir qlikozaya. Cavabımız qalxana bənzər vəzi və epifiz vəzi deyil. Cavabımız buradan B variantı olacaq. 19-cu sualda doğru cavabları seçin. İnsan skeletinin şəkildə təsvir olunan şöbəsi. Söhbət onurğa sütunundan gedir. Gövdə skeletinə aiddir. Bəli, çünki onurğa, qabırğa və döş sümüyündən ibarətdir gövdə skeleti. Yastı sümüklə birləşmə əmələ gətirir. Bizdən doğru cavabları istədiyinə görə baxırıq. Yastı sümüklə birləşmə əmələ gətirir. Bəli, çünki çanaqla birləşir, qabıqlığa ilə, ənsə ilə, hamısı da yastı sümükdür. Bu da doğrudur. Tək sümüklə birləşmə əmələ gətirir. Məsəl üçün, ənsənin özü tək olduğuna görə düz götürəcəm. Yastı sümüklərdən təşkil olunubdur. Fikri yanlışdır, çünki özü qarışıq sümüklərdən ibarətdir. Bir sümük yalnız bir sümüklə birləşmə əmələ gətirir. Bəli, büzdümün sonuncu sümüyündən söhbət gedir. Deməli, 5 də doğrudur. 25 ədəd sümüklə birləşmə əmələ gətirir. 25 ədəd deyil. Belə deyək, bax bu hissədən, döş hissəsindən 24 dənə qabırğa ilə birləşmiş olur. Aşağı hissədən oma nahiyəsindən 2 dənə çanaqla birləşmə əmələ gətirmiş olur. Yuxarıdan isə bir ənsə ilə birləşmə əmələ gətirir. Ona görə də cavabımız cəmisi olur 27, yəni 25 deyil. Cavabımız olacaq D variantı. 20-ci suala baxırıq. Bir-biri ilə əlaqəli ola bilər. Baxaq ki, bir-birinə əlaqəli olan hissə nədir? Refleks qövsünü nəzərə salsaq, hissi neyronun dendriti ilə hərəki neyronun aksonu yanlışdır. Hissi neyronun aksonu ilə hərəki neyronun dendriti olsa düz olardı. Ara neyronun dendriti ilə aksonu ortada cisim olduğuna görə bu fikir yanlışdır. Hissi neyronun aksonu ilə hərəki neyronun cismi yox, dendriti olsaydı düz olardı. Ara neyronun aksonu ilə hərəki neyronun cismi yox, dendriti olsaydı doğru olardı. Hissi neyronun aksonu ilə hərəki neyronun dendriti sadə diz refleksində bir-biri ilə əlaqəli ola bilər. Cavabımız E variantıdır. İnsanın sinir toxumasının müəyyən sahəsində 520 neyron var. Müvafiq sahədə cəmi neçə hüceyrə dayaq funksiyasını yerinə yetirər? Biz bilirik ki, bir neyrona 10 dənə P hüceyrəsi düşmüş olur. 520 dənə neyron varsa və 520 dənə neyron varsa, ondan 10 dəfə artıq P hüceyrəsi var. O da neyronların dayağını, qidalanmasını və müdafiəsini təmin etmiş olur. Ona görə cavabımız C olacaq. 22-ci sualda verilən fikirlərdən hansı doğrudur çanaq sümüyü üçün? Aşağı ətrafın sərbəst hissəsinə aiddirmi? Deyil. İki cür sümükliyinə malikdirmi? Xeyr, çünki uzun boylu deyil. Qurluca qarışıq sümükdürmü? Yanlışdır. Malikdirmi sarı sümükliyinə? Xeyr, bəli, yastı sümüklərə aiddir. Hansı variant doğrudur? Böyrəküstü vəznin hormonları qanda qlükoza miqdarını artırır. Qalxana bənzər vəzi hormonu infeksion xəstəliklərə qarşı müqaviməti azaldır. Belə bir fikir yoxdur. Qalxana bənzər vəznin hormonu maddələr mübadiləsinə təsir göstərir. Sonra maddələr mübadiləsidir, təzyiqdir, zülaliyaq karbohidrat mübadiləsidir. Timos vəzi timozin olmalı idi. Hipofiz vəzi bioloji saat epifiz olmalı idi. Çəngələ bənzər, yəni timos vəzi hormonu vaxtından əvvəl cinsi ecgənliyin qarşısını alır fikri doğrudur. Yanlış cavabı seçin. İnsan gövdə skeletinin birləşdiyi sümük. Yastı sümük ola bilər. Gövdə skeletinin birləşdiyi sümük əlbəttə ki, yəni çanaq, sonra ənsədirsə, bu fikir doğrudur. Körpücük sümüklərlə birləşir, bu da doğrudur. Gövdə ilə hərəkətsiz birləşmə əmələ gətirə bilər. İnsanın gövdə skeletinin birləşdiyi sümük gövdə ilə hərəkətsiz birləşmə əmələ gətirə bilər. Bilərmi? Bilər. Sonra hərəkətli birləşmə əmələ gətirə bilər.
Məsəl üçün, yuxarı hissədə boyunla ənsənin birləşməsi hərəkətli birləşmə əmələ gətiribdir. Bu fikir də doğrudur. Sarı sümük iliyinə malik ola bilər. Məsəl üçün, gövdə skeletin birləşdiyi sümük, bayaqdan da dəfələrlə demişik ki, 2 çanaq, 2 körpücük, 1 ənsədir. Yəni, hansı sarı sümük iliyinə malikdir? Heç biri. Hamısının qırmızı sümük iliyi var, amma sarı sümük iliyi yoxdur. İnsanın periferik sinir sistemində yerləşir. Periferik sinir sistemində yerləşənlər nədir? Şəklimizə nəzər yetirsək, periferik sinir sistemində baxaq. Bəli. Periferik sinir sistemində baxaq nə yerləşir? Periferik sinir sistemi, yəni mərkəzi sinir sistemindən kənarda olanlardır, hansı ki, bu hissələrə baxacağıq. Baxın, hissinin dendriti, hissinin cismi, hərəkinin aksonunu götürə bilərik. Baxaq, burada hissinin dendriti, hissi neyronun dendriti, hissi neyronun aksonunu götürə bilərik. Burada çünki hissinin aksonu da var və hissinin cismini götürə bilərik. Və hərəkinin aksonunu götürə bilərik. Elə bir cavab variantı 2, 3, 4, 5. Cavabımız 25-də Y variantı olacaq. 26. İnsanın gövdə skeletinə birləşmiş sümüklərin sayının bayaqdan saymışıq. 2 çanaq, 2 dənə çanaq pilus, 2 dənə körpücük pilus, 1 dənə ənsə. Bərabərdir 5 dənə oldu. 5-in gövdə skeletinə aid olub tək sümüklə birləşmə əmələ gətirən sümüklərin sayına. Uşaqlar, baxın, 4 dənə yalançı qabırğalar var ki, hansı ki ona üzən qabırğalar da deyilir. Yalnız döş fəqərəsi ilə birləşirlər. Bir də sonuncu büzdüm sümüyü, yalnız elə bil ki, özündən əvvəlki fəqərə ilə birləşir, ucu isə boşdur. O da bərabərdir 5-ə. 5-in 5-ə nisbəti bərabərdir 1-in 1-ə nisbəti kimi düşmüş olacaq. Doğru cavabları seçin. Şəkildə göstərilən sümük, hansı ki döş sümüyü göstərilmişdir, gövdə skeletinə aid olub gövdədən kənar sümüklə birləşmə əmələ gətirir. Bəli, gövdə skeletinə aiddir, hətta gövdədən kənar olan körpücük sümüklərlə birləşmə əmələ gətirir. Bu fikir doğrudur. Qarışıq sümüklə birləşmə əmələ gətirir. Bəli, körpücük sümük qarşı olduğuna görə bu fikir doğrudur. 2 cür sümük iliyinə malikdir. Bu fikir yanlışdır. Qurşaq skeletinə aid olan sümüklə birləşmə əmələ gətirir. Bəli, bu fikir doğrudur, çünki körpücük sümükləri yəni qurşaq skeletinin bir hissəsidir. Qurşaq skeletinə aid sümükdür fikri yanlışdır, çünki döş qəfəsinə aid olan sümükdür. Cavabımız olacaq 1, 2, 4 və A variantıdır. 28-ci suala baxırıq. Doğru cavabları seçin. İnsan skeletində sarı sümük iliyinə malik olan sümük, yəni uzun borulu sümüklərdən gedir söhbət. Qurşaq skeleti ilə birləşmə əmələ gətirə bilər. Bəli, bazu kürəklə, bu isə çanaqla birləşmə əmələ gətirəcək. Ətrafların sərbəst hissəsinə aid sümükdür. Bəli, təbii ki, sarı sümük iliyi hansı sümüklərdə var? Ətrafların sərbəst hissəsində, yəni bazu, sayid, bud, baldır sümüklərində. Gövdə skeleti ilə bilavasitə birləşmə əmələ gətirir, xeyir. Çünki gövdə skeleti 2 çanaq, 2 kürək, ənsə ilə birləşmə əmələ gətirir. Heç bir uzun borulun adını çəkmirik. Qurşaq skeletinə aid ola bilər. Bu yanlışdır. Sərbəst hissəyə aid olacaq. Döş qəfəsinə aid sümüklə birləşmə əmələ gətirə bilər. Döş qəfəsinə yalnız 7-ci boyun fəqərəsi birləşə bilər. 1-ci bel fəqərəsi birləşə bilər və 2 körpücük sümüyü birləşə bilər. Bu fikir də yanlışdır. Cavabımız Y olacaq. İnsanın ümumi skeletində hüceyrərarası maddənin kütləsi 10 kiloqramdır. Biz də bilirik ki, 3/2-si hüceyrərarası maddə olur skeletin. 3/2-si 10 olan ədədi tapmaq üçün onu 2-yə bölərik. 5, 5-i 3-ə vurduqda 15 kiloqrama bərabərdir. 3/2-si 10 olan ədədi tapmaq üçün sürətə bölüb məxrəcə vururuq. 15 kiloqram ümumi belə deyək, skeletin kütləsi idi. Bunun 20% də sudan ibarətdir. Deməli, 15-i vurarıq 100-20-yə. Çünki 20% sümüyün sudan ibarətdir. 5 ilə də 15 ixtisar getdikdə 3 kiloqram. Y variantı.
30. Yanlış cavabı seçin. İnsan skeletində lordozu əmələ gətirə bilər. Lordoz L ilə başlayır. Belə yadda saxlayaq ki, bellə B və boyun. Sanki L-nın aşağısına yumru edirik. Bel və boyun olduğunu tapırıq. Baxaq ki, insan skeletində lordozu əmələ gətirən fəqərələr haqqında yanlış olan hansı cavablardır? Cavabdır daha doğrusu. A. Gövdədən kənar sümük birləşmə əmələ gətirə bilər. Bəli, boyun ənsə. Bu doğrudur. 2. Sümüklə birləşmə əmələ gətirə bilər. Əlbəttə ki, yəni belin hər hansı bir fəqərəsi özündən əvvəl və sonra fəqərə ilə birləşir. Ona görə doğrudur. Yassı sümüklə birləşmə əmələ gətirə bilər. Bəli, boyun ənsə ilə birləşdiyinə görə bu fikir doğrudur. Qurşaq sümüyü ilə birləşmə əmələ gətirə bilər. Qurşaq sümüyü ilə birləşmə əmələ gətirə bilər. Heç biri də əmələ gətirə bilmir. Çünki boyun ancaq bir dənə ənsə ilə birləşə bilir. Qalan hamısı ilə öz aralarında fəqərə ilə birləşir. Hərəkətli birləşmə əmələ gətirə bilər. Bəli, boyun ənsə ilə hərəkətli birləşmə əmələ gətirir. Bu fikir doğrudur. Və şəkildə rəqəmlərlə verilən vəzlər haqqında hansı fikir doğrudur? İkinci vəzi qan təzyiqini və sinir sisteminin aktivliyini artırır. İkinci vəzi söhbət qalxana bənzər ətraf vəzidən getdiyinə görə səhvdir. Qalxana bənzərin funksiyaları verilib çünki cavabda. Üçüncü vəzi söhbət nədən gedir? Timusdan. Qanda şəkərin miqdarını artırır. Böyrək üstü olsaydı düz götürərdik. Bu timus verildiyinə görə səhvdir. Beşinci vəzin xüsusi acağı var. Beşinci vəzi mədaltı vəzi olduğuna görə doğrudan da qarışıq sekresiya vəzidir. Ona görə cavabımız C variantıdır. Şəkildə əsasən doğru fikri tapın. İnsan skeletinə aid olan sümükdür. Birləşmə əmələ gətirdiyi sümük sayı da 1-dir. Məsəl üçün, buradan biz nə götürə bilərik? Biz buradan döş qəfəsinə aid qabırğaları götürə bilərəm mən. Sonra büzdümü götürə bilərəm. Büzdüm, çünki birləşmə əmələ gətirdiyi sümük sayı 4 dənə yalançı qabırğanı götürərəm ki, yalnız belə deyək, döş fəqərəsinə birləşibdir. Büzdümün sonuncu fəqərəsini götürə bilərəm ki, özündən yalnız əvvəlki fəqərəyə birləşibdir. Bir də barmaq falanqalarını götürə bilərəm. Barmaq falanqalarını götürə bilərəm. Hələ ki, bunlar ağlıma gəldi. İnsan skeletinə aid olan sümük, birləşmə əmələ gətirdiyi sümük sayı 4 olsun. Məsəl üçün, oma fəqərəsini götürə bilərəm ki, sağ-sol çanaqla üst-alt fəqərə ilə birləşmə əmələ gətirir. Məsələn, düşünərəm ki, döş fəqərəsini deyə bilər. Hansı ki, üst-alt fəqərə ilə birləşirlər, sağ-sol qabırğalarla birləşdirmə əmələ gətirirlər. Baxaq görək bundan cavabları tapa biləcəyikmi? X kəllə qutusuna aid sümük ola bilər. X kəllə qutusuna aid sümük ola bilər fikri yanlışdır. Bizdən doğru fikri istəyir. Gördüyümüz kimi qabırğa, büzdüm, yəni barmaq falanqası yoxdur başa aid. Hətta fikirləşdikdə bir sümük birləşməsi yoxdur kəllədə. Sonra Y kəllənin hərəkətli sümüyü ola bilər. Y kəllənin hərəkətli sümüyü ola bilər. Kəllənin hərəkətli sümüyü alt çənədir. Alt çənədəki elə sağ-sol gicgahla birləşibdir. Bu da yanlışdır. X ətrafların sərbəst hissəsinə aid sümük ola bilər. Ətrafların sərbəst hissəsinə böyle barmaq falanqaları yazdığımıza görə elə bu fikir doğrudur. 33. Doğru cavabları seçin. İnsanın kəlləsində olan oynaqların əmələ gəlməsinə iştirak edən sümük. Biz bilirik ki, kəlləsində oynaqları əmələ gətirən sümük, buradan yazıram. Alt çənə, gicgah, sonra ənsə və birinci boyun fəqərəsidir. Deməli, bir alt çənə, 2 gicgah, bir ənsə, birinci boyun fəqərəsi. İndi baxırıq, cüt sümük ola bilər fikri. Doğrudur, çünki 2 dənə gicgah cüt sümükdür. Kəllə skeletinə aid olmaya bilər. Bəli, buradan birinci boyunu götürürəm. Qısa sümüklər aid. Qısa sümüklər, belə deyək də, sərbəst ətraflarda ola bilir. Qurşaq skeletinə aid ola bilər. Qurşaq skeletinə aid olan sümük burada verilməyibdir, yanlışdır. Qarışıq sümük ola bilər. Baxırıq ki, boyunun birinci boyun fəqərəsi qarışıq sümükdür. Cavabımız A-dır. Bəs alt çənə də qarışıqdır. Boyun da qarışıqdır fəqərə olaraq. Gicgahla ənsə isə astıdır. İnsan skeletinin verilmiş hissəsi ilə bağlı yanlış fikri göstərin. Kəlləyə aid hərəkətli birləşməyə malikdir. Bu doğrudur, çünki alt çənə hərəkətlidir. Yastı və qarışıq sümüklərə malikdir. Bəli,
Biz demişik ki, öz sümükləri qarışıq sümükdür. Kəllənin qutusu da ki, yastıdır. Bu da doğrudur. Sonra bir sümüklə birləşmə əmələ gətirir. Bir sümüklə, bəli, birinci boyun fəqərəsi ilə birləşmə əmələ gətirir. 3 ədəd oynağa malikdir. Bəli, biri boyundan, biri də sağ və sol alt çənə gicgahla birləşir. Gövdə skeleti ilə yarım hərəkətli birləşmə, xeyr, hərəkətli birləşmə əmələ gətirdiyinə görə cavabımız Y olacaq. 35 insanın bir yuxarı ətrafının sərbəst hissəsində olan sümüklərin sayı. Biz bilirik ki, barmaqlarımızda 14 dənə falanqa var. Plus 5 dənə əl darağı var. Plus 8 dənə əl darağı arxası var. 2 dənə belə deyək, sait hissəsində mildirsək var. Bir dənə bazu var. Bunları topladıqda cavabımız 30 edər. Və sümüklərin sayı n olarsa, əgər biz 30-u n-lə kodlaşdırsaq, bu hissədə neçə sümük qısa sümüklərə aid olar? Qısa sümüklərə aid olan hissə bax bura qədər olan sümüklərdir. Hansı ki, falanqalar, əl darağı arxası. Onların cəmi edir 27. Onların da cəmi etdi 27. Biz n 30-dan 27-ni necə taparıq? Təbii ki, 3 tapmaqla. Aşağıdakı fikirlərdən hansı yanlışdır? Aşağıdakı fikirlərdən yanlış olanlar hansılardır? Qarışıq sümüklər yastı sümüyə birləşə bilər. Belə deyək, qarışıq sümüklər yastı sümüyə birləşə bilər. Fikirləşsək, misal göstərsək, körpücük sümüklər qarışıqdır, yastı olan döş sümüyünə birləşir. Demək ki, bu fikir doğrudur. Döş qəfəsi qurşaq sümüyünə birləşə bilər. Bəli, döş qəfəsi bayaq da dediyimiz kimi döş sümüyü döş qəfəsinə aiddir. Körpücüklə birləşmə əmələ gətirir ki, körpücük sümüyü qurşaq sümüyüdür. Döş sümüyü yastı sümüklə birləşmə əmələ gətirə bilər. Fikri də doğrudur. Çünki döş sümüyünün özünə qabırğalar birləşir ki, qabırğalar yastıdır. Gövdədə 5 sümük yalnız bir sümüklə birləşmə əmələ gətirir. Gövdədə 5 sümük yalnız, bəli, 4 dənəsi sərbəst üzən qabırğalardır. Bir dənəsi də axırıncı büzdün fəqərəsidir. Bu fikir də doğrudur. Və yuxarı ətraf skeleti 3 sümüklə birləşmə əmələ gətirir. Yuxarı ətraf skeleti 3 sümüklə birləşmə əmələ gətirmir. Yuxarı ətraf skeleti dedikdə sərbəst hissə ilə qurşaq hissənin hamısını nəzərdə tutduğundan bir dənə sümüklə birləşmə əmələ gətirəcək. Çünki yalnız körpücük sümükləri gəlib birləşəcək döş sümüyünə. Çünki uşaqlar, yuxarı ətraf skeleti dedikdə biz kompleks baxırıq. Yəni, qurşaqlı, sərbəsti bütöv götürürük və onlar da yalnız körpücük ilə gəlib döş sümüyünə birləşir. Ona görə bu fikir yanlışdır. 37-ci suala baxırıq ki, birincidə ürək əzələsi, ürək. Üçüncüdə saya əzələ göstərilibdir. Burada isə skelet əzələsi göstərilibdir. Birinci rəqəmi ilə bizdən doğru fikir istəyir. Birinci rəqəmi ilə verilən əzələ növü qan damarının divarında ola bilər. Qan damarının divarı sayı olduğuna görə götürmürəm, çünki ürək əzələsindən söhbət gedir. İkinci rəqəmi ilə verilən əzələ növü iki başlı bükücü əzələ də ola bilər. Skelet əzələsi yazdığımıza görə bu fikir doğrudur. Kifozu əmələ gətirən fəqərələr. Kifozu nə əmələ gətirir? Döşlə oma. Düzdürmü? Boyun, döş, bel, oma. Bəli, kifozu əmələ gətirən fəqərələr ümumi onurğa sütununun maksimum neçə faizini təşkil edir? Döşümüz 12, oma 5. Boyun, bəli, bərabərdir 17. Əgər 17-miz x-dırsa, ümumi, belə deyək, kifozu əmələ gətirən fəqərələr ümumi onurğa sütununun maksimum neçə faizini təşkil edir? Kifozu 12 dənə döş hissədə. Kifozu əmələ gətirən fəqərələr ümumi onurğa sütununun 33-34 olduğuna görə maksimum neçə faizini deyir? O zaman 33 ilə götürək ki, maksimum faiz alaq. 100 faizini təşkil edər. Bu zamanda böldükdə 51 tam 51 gedər. Bu zaman cavabımız olacaq B variantı. Hansı vəzn ifraz etdiyi maddə yalnız qana açılır? Təbii ki, buradan deməli biz qalxana bənzər vəzni götürərik ki, daxili sekresiya vəznidir. Yalnız hazırladığı hormonu, trioksin, trionin və trikostoninin hamısını qana ifraz edir. Hansı əzələlərin işi somatik sinir sistemi ilə idarə olunur və iradidir?
Təbii ki, mədə vəzləri deyil, ürək əzələsi bizim iradəmizə tabe deyil. Amma bazunun iki başlı əzələsini istədiyimiz vaxt hər hansı bir yükü götürüb, yəni onun yəni işlədə bilirik. Böyük sarğı əzələləri və böyük döş əzələsi həmçinin cavabımız 2, 3, 4 və A variantı olar.